Polyak dilində olan "Kto pierwszy, ten lepszy" ifadəsi nə deməkdir? Birinci gələn daha yaxşısını alır. Birinci gələn udur mənasında. Bunu məsəl üçün harda işlədirlər? Maşın falan satanda əgər öz satdığı maşına çox güvənirsə, keyfiyyətinə Və qiyməti də yaxşıdırsa. Qiyməti də yaxşıdsa deyir ki, "Kto pierwszy, ten lepszy". Belə çoxdur Polşada bu cür sözlər. Məsəl üçün bir də var deyir "Ketçup pofritka". Nie chcę ketçup pofritka. Yəni problem olur, problem bitir və sən əlində o problemin həll yolundan gəlirsən. Deyir, yəni problem həll olub da. Fritka yemişəm, mənə ketçup lazım deyil. Ən sadəsinin birində mən deyim, "Tışmaç küçüki". Tuturlar belə deyirlər. Fingers crossed. Yəni sənə uğur diləyirəm. Ya yaxşıya ümid edirəm o mənada. Bəs Azərbaycan dilində bildiyin Azərbaycan dilində də buna oxşarlar çoxdur. Məsəl üçün deyir, əlini soyuq sudan isti suya soxmayıb və ya gözün üstündə qaşın var deməmişəm. Yəni sən ağır bir söz deməmişəm mənasında. biri də var, yağışdan çıxıb yağmura düşmək. Bir problem qutardı, o biri problemə keçdik. Daha böyük problem, daha böyük problem. Danmışın yağışdan nə qorxusu? Yəni başına hər şey gəlib də bu olsa nə olacaq? Atalar sözü Öyrənin. Delilince